İzləyicimin biri mənim üçün ChatGPT-yə müraciət eləyib. Bu yorumda üstünə vursaz görəcəksiniz ki, bu saçda qaynaq varmı? Xanım, mən özüm də sizin üçün daha ətraflı çəkdim, ChatGPT-yə göndərdim. Və ChatGPT-yə sual verdim ki, bu saçda qaynaq varmı? ChatGPT dedi ki, bu saçda qaynaq yoxdur. Keratin kapsul görünmür, tablet görünmür, mikrohalqa görünmür. Saçların çıxı təbii və bərabərdir. Yəni, öz kökündən çıxdığını deyir ChatGPT mənə. Və qızlarım, belə də göstərim sizə. Və ən önəmlisi məhsullarıma təşəkkürüm bildirirəm. Məhsulları adını göstərmirsiniz, məhsulları göstərmirsiniz. Dövlət sirridir. Ay qardaş, ay xanım, mən bu məhsulu satıram. Niyə göstərməyim ki? Sadəcə biodakı nömrə ilə əlaqə saxlamağınız daha yaxşı olar. Çünki TikTokda tam ətraflı göstərəndə səhifəmizə zərər olur.